Mən 37 yəni anadan olandan burada qalıram. İndi də vəziyyət budur da, görürsən də, evə gidiş yox. Söküntü ərazisində görürsən, hər tərəf belə reşot qalayıblar. Qazı kəsib, işığı kəsib, suyu kəsib, kanalizasiyanı kəsib. Hamısını ləğv ediblər, deyir yaşa. Heç nə, bunların əlində qalmışım, məcbur gelib kiraya qalıram. Deyir, get sən mənə deyir, gətirginən ki, evimin sökülməyinə mənim etirazım yoxdur. Notariusdan o kağızı gətir, sən və orada kim qeydiyyatda odur, gətir onu mənə ver, ondan sonra sənlə müqavilə bağlayaq. Dedim, bu harada görülüb? Düzdür, 102-yə zəng elədim, oradan bir polis əməkdaşı gəldi. Mən səni aparmalıyam, ya çıxmalısan evdən icazə verməlisən ki, sökülsün, ya da mən səni aparmalıyam polis şöbəsinə. Dedim, boşa dönüm, mənim polis şöbəsində nə işim var, sökülsüz sökün. Deyir, kimə istəyirsən ki, şikayət elə. Deyir, Hafiz Paşayevin cənablarının adı ilə eləyirəm bu işi. Yəni, halbuki mən Hafiz Paşayev cənablarını gördüm. Onun özünün xəbərsizdir bu məsələdən o özü. Mənim özüm də 2-ci qrup həlləm, anam da 3-cü qrup həlildir. Yəni, cənab prezident deyir ki, əlillərə hörmət eləyin, əlillərə işlə təmin eləyin. Şahmar İbadov gəlib əlilin obyektini sökür. Yəni, bu cənab prezidentin sözünə də məhəl qoymur.